إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا وأعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد وأشهد Biz tevhid-ül ittiba, yani Peygamber sallallahu aleyhi ve sellemi tabiçilikdə təkləşdirmək, yalnız ona tabi olmaq, onun gətirdiklərini yerinə yetirmək və onun qadağan etdiklərindən çəkinmək, yəni haqqında davam etdiririk. Bundan öncə yəni Allah və Rasulunun əmrlərinə tələsmək, yerinə yetirməyə tələsmək haqqında dəlillər götürdük və sonra isə yəni sələflərin həm Peyğəmbər sallallahu aleyhi və səlləmi və həmçinin onun sünnəsini təzim etmələri və o sünnəyə yardım etmələri haqqında həmçinin müəyyən hədislər, əsərlər götürdük. Onlardan biri də وَقَدْ بَلَغَ عُمَرْ أَنَّ رَجُلًا يَصُومُ الدَّهْرِ. Yəni Ömər radiyallahu anhu eşidir ki, bir kişi il boyu oruç tutur. فَأَتَاهُ فَعَلَاهُ بِالدِّرَّةِ və gələrək çomağı ilə onu döyür. وَجَعَلَ يَقُولُ كُلْ يَا دَهْرِي və ona deyir ki, ey il boyu oruç tutan ye. Nə üçün? Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm il boyu oruç tutmağı qadağan etmişdir. Və hətta buyurmuşdur ki, لا صام من صام الأبد. Yəni il boyu oruç tutan oruç tutmamışdır. Elə ki o insan oruç tutmamış kimidir. Ən əfsəl oruç Davud aleyhissalamın orucudur. Bir gün tutur, bir gün tutmur. Yəni gün aşırı oruç tutmaqdır. Amma hər gün tutmaq kimsə fikirləşər ki, yəni bu daha üstündür, daha çoxdur say baxımından. Halbuki burada insan heç bir savab qazanmır. Abdurrahman ibn Əbi Nuaym ənəhu kənə yasumud dahr. O daha il boyu oruç tutarmış. Amr ibn Meymun deyir ki, "Ləv ra'a hada ashab Muhammed leracamuh." Əgər Muhammed sallallahu aleyhi və səlləmin sahabələri bunu görsəydi, onu daşlayardılar. Yəni bunun düzgün əməl olmadığını bununla bildirir. Demək, sahabələr hədisə qarşı hər hansı bir şübhə ilə qarşı çıxana inkar etmişlər. Yəni naslara, dəlillərə boyun əyməyənə inkar etmişlər. İbn Əbi Zib deyir ki, o Peyğəmbər sallallahu aleyhi və səlləmdən bir hədis danışır. Və bir kişi ona deyir ki, ya Əbəl Haris ətəxudu bihədə. Yəni sən bu hədisi götürürsənmi? Onlara hədis danışır və birisi deyir ki, sən bu hədisi götürürsənmi? Yəni bunun tələb etdiyini, bu hədisdə ona əməl edirsənmi? Fədarabə sadrahu və sahə aleyh. Yəni onun sinəsinə vurur və sonra üstünə qışqırır və deyir ki, uhaddithuka an Rasulillah və təqulu təxudu bihi. Mən sənə Allah Rasulundan sallallahu aleyhi və səlləmdən danışıram və sən də deyirsən ki, bunu götürürsənmi? Bəli, götürürəm. Bu mənə fərzdir. Yəni kim eşidirsə ona da fərzdir. Çünki Allah Teala Muhammed sallallahu aleyhi və səlləmi insanlar arasından seçərək onunla insanlara
doğru yolu göstermiştir. فَعَلَى الْخَلْقِ اَنْ يَتَّبِعُوهُ طَاعِعِينَ اَوْ دَاخِرِينَ. Yani insanlar ona ister istemez tabi olmalıdırlar. Yani Müslümanın bundan başka bir çıkış yolu yoktur. Ve sonra deyir ki وَمَا سَكَتَ حَتَّى تَمَنَّ اَنْ يَسْكُتْ. Yani o kadar böyle danıştı ki yani biz yani onun susmasını arzuladık, istedik. Muhammed ibn İshak ibn Huzeyme deyir ki mən Ahmed ibn Nas el-Muqri el-Nisaburiyə dedim ki və o Peyğəmbər sallallahu aleyhi və səlləmdən bir xəbəri danışdığı zaman ətəxudu bihi sən bunu götürürsənmi? Fəqalə ətərə alə vasati zinnaran yəni səndir mənim belimdə. Yəni bu zimmə əhlinə, əhli kitaba aid olan bir əlamət, yəni kəmər, yəni zinnar kəmərdir. Hansı ki onlar tanınsın deyə onların üzərində olurdu bu. Yəni mənim üzərimdə belə bir əlamət mi görürsən? Yəni əhli kitabam, yəni hədis götürməyim. La taqul bi xəbərin nəbiyyi sallallahu aleyhi və səlləmə təxudu bihi və qul əsahihun huvə də. Sən belə heç vaxt demə. Yəni demək ki, yəni sən Peyğəmbər sallallahu aleyhi və səlləmin hədisini, xəbərini götürürsənmi? Sən soruşa bilərsən ki, bu səhihdirmi, yoxsa yox? فَإِذَا صَحَّ الْخَبَرُ عَنِ النَّبِيِّ sallallahu aleyhi və səlləmə qultu bihi şi'tu əmə əbeytu. Əgər bir xəbər, hədis Peyğəmbər sallallahu aleyhi və səlləmdən səhih olaraq sabit olubsa, mən onu istəsəm də, istəməsəm də deməliyəm. Buxar rahimehullah deyir ki, Hümeydinin belə dediyini eşitdim. Kunna ində Şafi'i rahimehullah. Yəni biz İmam Şafi'nin yanındaydık. Fəətəhu raculun fəsələhu an məsələ. Bir kişi gəlib ona bir sual verir, bir məsələ haqqında soruşur. Fəqalə qada fiyhə Rasulullah sallallahu aleyhi və səlləmə kədə və kədə. Və Şafi rahimehullah da deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bu haqda belə hökm vermişdir. Fəqalə raculun Şafi'ə mə təqulu ənt. Və həmən kişi Şafi rahimehullah deyir ki, bəs sən nə deyirsən? Yəni Şafi deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə hökm verib, deyir ki, bəs sən nə deyirsən? Fəqalə subhanallah. İmam Şafi deyir ki, subhanallah. Tərani fi kənisə. Deyir, məni kilsədə olduğumu görürsən, mən kilsədəyəm. Yəni mən xristiyanam, əhli kitabam ki, hədis qəbul eləmiyim, hədis götürməyim. Aqul ləkə qada Rasulullah sallallahu aleyhi və səlləm və əntə təqulu mə təqulu ənt. Mən sənə deyirəm ki, Allah Rasulü sallallahu aleyhi və səlləm belə hökm verib, sən isə deyirsən ki, sən nə deyirsən? Yəni imamlar, sələflər, yəni hədisə qarşı çıxanlara belə sərt davranırdılar. Heysəm İbn Cəmil deyir ki, mən İmam Malikə dedim ki, yəni bizdə insanlar var, kitablar qoyublar. Onlardan biri deyir ki, həddəthənə fulan an Umar. Məsələn, isnadla gətirir ki, filan kəs, o da filan kəsdən, Ömərdən, yəni Ömər radiyallahu anhudan belə deyir. Və həmçinin başqa bir isnad gətirir ki, filan kəsdən, bir də İbrahim, bu da sahabə deyil, tabiindir. İbrahim Ən-Nəxai rahimehullah isə belə deyir. Və biz də İbrahimin dediyini, yəni Ömər radiyallahu anh sahabənin dediyini yox, və İbrahimin dediyini götürürük. İmam Malik soruşur ki, وَصَحَّ عِنْدَهُمْ قَوْلُ Umar. Yəni isnad baxımından Ömər radiyallahu anhunun sözü onlarda səhih olaraq sabit olubmu? Qultu innəmə hiyə rivaya kəmə səhhə indəhum qavlu İbrahim. Bəli, o rəvayətdir. Necə ki, İbrahimin rəvayəti səhih olduğu kimi, o da həmçinin səhihdir. İmam Malik rahimehullah deyir ki, bunlardan tövbə tələb olunmalıdır.
bunlardan tövbə tələb olunmalıdır. Yəni sahabənin sözünü tərk edib tabinin sözünü götürdüklərinə görə. İbn Qayyim rahimehullah deyir ki, əgər Ömər radiyallahu anhunun sözünü tərk etdiyinə görə insandan tövbə tələb edilirsə, onda görün Peyğəmbər sallallahu aleyhi və səlləmin, yəni Allah Teala'nın və Rasulunun sözünü tərk edəndən necə? Və kiminsə sözünə görə İbrahim Nəxai və ondan da aşağı olanların sözünə görə Allah Teala'nın və Rasulunun sözünü tərk edənlərdən necə tövbə tələb edilməsin? Tahavi rahimehullah deyir ki, və tariqu əhl-i sünnəti əllə ya'dilu anin-nass sahih. Əhl-i sünnənin yolu belədir ki, doğru olan, səhih olan nasdan üz çevirməmək. Və la yu'aridu bima'qulin və la qavli fulanin. Və həmçin nas yəni dəlil demək. Nas ayə, hədisə deyilir. Birincisi bundan yan keçməmək, bundan üz çevirməmək və həmçinin onun qarşısına nə ağıl, nə də kiminsə sözünün qoyulmamasıdır. Yəni əhl-i sünnə belə etmir. Deməli, əgər bir insan belə edirsə, ayə və hədisin qarşısına ağlını qoyursa və yaxud da kiminsə sözünü qoyursa, yəni bu əhl-i sünnə ola bilməz. Əhl-i sünnə yəni dəlildən kənara çıxmır və dəlilin qarşısına ağıl və kiminsə sözünü qoymurlar. Süleyman ibn Abdullah rahimehullah deyir ki, yecibu ittiba'un nas. Nassa, dəlilə tabi olmaq vacibdir. فإذا أفتى بعض المفتين بخلافها وعارض الأحاديث بكلام الشيخ وكلام ابن عباس رضي الله عنهما أجيب بما أجاب به ابن Abbas. Əgər bəzilər fətva verərsə onun əksinə və hədislərə qarşı şeyxin sözü ilə qarşı çıxarlarsa və İbn Abbas radiyallahu anhumənin kəlamı ilə onlara cavab verir. Necə ki, o bir məsələdə, yəni təməttü həcci məsələsində qarşı çıxanlara necə cavab vermişdir, o formada cavab verilir. İbn Abbas radiyallahu anhümə Peyğəmbər sallallahu aleyhi və səlləmin belə etdiyini deyir və onlar bəziləri deyir ki, Əbu Bəkr və Ömər belə deyirlər. Və onda deyir ki, yuşiku ən tənzilə aleykum hicaratu minəsə. Mən qorxuram ki, sizin başınıza göydən daş yağsın. Aqulu qalə Rasulullah sallallahu aleyhi və səlləm. Mən deyirəm ki, Allah Rasulü sallallahu aleyhi və səlləm belə deyib və siz isə deyirsiniz ki, Əbu Bəkr və Ömər belə deyib. Və həmçinin bundan şiddətli şəkildə, daha şiddətli şəkildə çəkindirənlərdən biri də Nur surəsi 63-cü ayədir. Allah Teala buyurur: "Fəliyəhzəriləzine yuxalifun an əmrihi an tusibahum fitnetun aw yusibahum azabun alim." Onun əmrinə, yəni Peyğəmbər sallallahu aleyhi və səlləmin əmrinə qarşı çıxanlar onlara üz verəcək fitnədən və düçar olacaqları ağırdı və yaxud düçar olacaqları ağırdıcı əzabdan həzər etsinlər. Deməli, Peyğəmbər sallallahu aleyhi və səlləmin əmrinə qarşı çıxmağa görə belə bir təhdid var. Fitnənin üz verməsi və yaxud ağırdıcı bir əzab. İmam Əhməd rahimehullah da deyir ki, fitnə insanın qəlbinə zeyğ, əyriliyin düşməsidir. Və buna görə də ixtilaf düşdüyü zaman onu Allaha və Rasuluna qaytarmaq vacibdir. Necə ki Allah Teala buyurur: "Və məxtələftum fihi min şeyin fəhukmuhu ilallah." Şura surəsi 10-cu ayə. Hər hansı bir şey haqqında ixtilaf etsəniz, onun hökmü Allaha aiddir. Nisə 59-da buyurur: "Fəin tənaza'tum fi şeyin fərudduhu ilallahi və rasul." Əgər siz bir şey haqqında ixtilaf etsəniz, onu Allaha və Rasuluna qaytarın.
Əgər görsək ki, hər hansı bir məsələdə alimlər ixtilaf edib, onu naslara, dəlillərə qaytarmaq vacib olur. Naslara müvafiq olanı artıq götürmək vacib olur. Naslara, yəni dəlillərə müxalif olan isə geri qaytarılır. Amma nasları, dəlilləri alimlərin, hər hansı bir alimin sözünə görə tərk etmək, yəni o artıq onun mənasını daha yaxşı bilir deyə bu icazəli deyil. Bəl hədə aynut təqrir və bu təqlidin özüdür, məzəmmət olunan, necə ki bunu alimlər bəyan etmişlər. Və bundan sonra isə mühüm bir məsələyə diqqətin yönəldilməsi, sözsüz ki, Peyğəmbər sallallahu aleyhi və səlləm təzim olunur, ucaldılır. Lakin bir məsələ də vardır ki, təzim olunmaqda həddi aşılmamalıdır. Yəni biz bundan öncə götürdük, necə ki, sələflər Peyğəmbər sallallahu aleyhi və səlləmi təzim edirdilər və onun sünnəsinin qarşısına keçmirdilər və onu önə keçirirdilər və eyni zamanda ona qarşı çıxanlara şiddətli şəkildə inkar edirdilər. Amma bundan sonra isə yəni elə insanlar gəlib, eləsi var ifrata varıb, eləsi isə artıq yəni tam əksi, yəni hörmətsiz yanaşanlar olub. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin sevgisini iddia edib, Allah Teala'nın ona verdiyi dərəcədən yuxarı qaldıranlar olub. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin dərəcəsi qulluq dərəcəsidir, qulluq. Və onlar isə Peyğəmbər sallallahu aleyhi və səlləmə yəni tərif baxımından, ifrat baxımından Allaha, Allahın rübubiyyətinə aid olan sifətləri veriblər. Allah qorusun. Yəni bundan artıq çəkindirən dəlillər vardır Quranda. Fətəraku mə umiru bihi min haqqihi və əhəmmu zəlik ittiba'. Və Peyğəmbər sallallahu aleyhi və səlləm haqqında əmr olunan şeyi tərk ediblər. Hansı ki, əmr olunan ona tabi olmaqdır. Onunla, onun sünnəsi ilə ədəbli olmaqdır. Onu həddindən artıq şirtməmək, tərifləməmək və onlar Allahın əmrinə və Peyğəmbər sallallahu aleyhi və səlləmin əmrinə qarşı çıxaraq şəri həddi aşıblar. Və Allah Teala buyurur ki, Qul ya əhləl kitəbi la təğulu fi dinikum qayrəl haqqi. Ey kitab əhli, siz dininizdə haqsız yerə ifrata varmayın. وَلَا تَتَّبِعُوا أَهْوَاءَ قَوْمٍ قَدْ ضَلُّوا مِنْ قَبْلُ وَأَضَلُّوا كَثِيرًا وَضَلُّوا عَنْ سَوَاءِ السَّبِيلِ. Və öncə azmış və çoxlarını azdıran kimsələrin havalarına, nəfsi istəklərinə tabi olmayın, hansı ki onlar özləri doğru yoldan azmışlar. Və onlar bununla artıq Peyğəmbər sallallahu aleyhi və səlləmin qadağan etdiyi işi görüblər. Ömər radiyallahu anhudan gələn rəvayətdə Allah Rasulü sallallahu aleyhi və səlləm belə buyurmuşdur. Lə tutruni kəmə atratin nasara İsa ibn Məryəm. İnnəmə ənə abdun fəqulu abdullahi və rasuluh. Siz məni xristiyanlar Məryəm oğlu İsa'nı həddindən artıq təriflədikləri kimi tərifləməyin. Mən bir bəndəyəm, qulam. Və siz də deyin ki, Allahın qulu və rasulu. Allahın qulu və rasulu. Və Şeyx Albani rahimehullah buyurur ki, müsəlmanın üzərinə düşən onun əmrini gerçəkləşdirmək, əmrini yerinə yetirmək və şeytana qarşı çıxmaq, hansı şeytan insanın qəddar düşmənidir. Və bu cür çəkindirməklə yanaşı dində ifrata varmaqdan çox təəssüf olsun ki, müsəlmanlar belə bir təhlükəli işə düşüblər və əvvəlkilərin, kitab əhlinin yoluna tabi olublar. Burada nəzərdə tutulan lə təmdəhuni mutlaqa, yəni lə tuturuni deyildiyi zaman, yəni tam şəkildə həddindən artıq məni tərifləməyin. Ümumən, yəni tərifləmək özlüyündə icazəli olsa belə, yəni belə bir yerdə ümumi tərifləməkdən də çəkindirmişdir ki, yəni şirkə aparmasın deyə.
فَإِنَّ فَتْحَ بَابِ الْمَدْحِ قَدْ يُؤَدِّي إِلَى مُخَالَفَةِ الشَّرْعِ. Çünki tərif qapısının açılması şəriətə müxalif olmağa gətirib çıxardır. Necə ki, hal-hazırda da belədir. Ya insan cahillik baxımından olur, ya da ifrata varmaq baxımından olur. Necə ki, bəziləri Peyğəmbər sallallahu aleyhi və səlləmi tərifləyərkən demişlər ki, də'mə də'əthun nasara fi nəbiyyihim. Sən xristiyanların öz Peyğəmbəri haqqında iddia etdiyini tərk eylə. Vahkum bimə şi'tə mədhən fihi vahdəkimi. Amma Peyğəmbər sallallahu aleyhi və səlləm haqqında istədiyin tərifləri söylə. Yəni, istədiyin təriflərlə hökm ver, deyir. Və həmçinin bəzilərinin hətta məşhur qəsidələrində keçir ki, İnnə min cudikə əd-dünya və darratəhə. Dünya və axirət sənin səxavətindəndir, bir hissədir. Və min ulumikə ilmul levhi vəl qələmi. Levh və qələm, yəni levh-i məhfuz və qələm elmi də sənin elmindən bir hissədir. Yəni, bu Busayrinin Burada adında bir qəsidəsidir. Hansı ki, bunu mövlidlərdə oxuyurlar. Halbuki bu qəsidə belə təhlükəlidir. Yəni, Allaha aid olan bir tərifləri, vəsfləri Peyğəmbər sallallahu aleyhi və səlləmə veriblər. Necə ki, burada keçir. Dünya və axirət sənin səxavətindəndir. Və həmçinin elm, lövh-ül məhfuz və bir də qələm elmi də sənin elmindən bir hissəsidir. İndi görün, hansı ki, lövh-ül məhfuzda hər şey yazılıb. Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləm vəsf edərkən deyir ki, bir hissədir. Onda deyir, Allaha nə qaldı? Deməli, bu şair bunu yazıb. Və bunu, yəni hətta bir çox müsəlmanlar ucaldırlar bu şairi. Və həmçinin onun bu məşhur qəsidəsini, burada adlı qəsidəsini oxuyurlar, bərəkət əldə etmək üçün mövludlərdə və digər moizə və elm məclislərində oxuyurlar. Və həmçinin bunu Allaha yaxınlaşdıran bir əməl hesab edirlər. Və bunu Peyğəmbər sallallahu aleyhi və səlləmə bir sevgi göstəricisi kimi hesab edirlər. Və bu şair elə güman edir ki, o hədisdə gələn qadağa ona aiddir ki, demək olmaz Muhammed Allahın oğludur. Yəni, bu cür tərif demək olmaz. Amma digər başqa tərifləri, hansı ki, açıq aydın şirkdir, küfürdür, onları deməkdir, problem deyil. Və sözsüz ki, bu da bir böyük açıq aydın zəlalətdir. Demək, ona görə əhl-i sünnənin yolu orta yoldur. Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləm hörmət edir, ucaldır və həmçinin onun gətirdiklərinə tabi olur. Amma Allah-u Teala'nın verdiyi dərəcədən onu yuxarı qaldırmırlar. Çünki özü də deyir ki, İnnəmə ənə abdun, mən bir qulam, fəqulu abdullahi və rasulü. Deyin, Allahın qulu və rasulü. Yəni, qul sözü onu bildirir ki, yəni Peyğəmbər sallallahu aleyhi və səlləm bir bəndədir. Yəni, dərəcəsi nə qədər uca olsa da, o ibadət oluna bilməz. O özü ibadət edir. Yəni, ondan evlad istənilə bilməz, şəfa istənilə bilməz, ruzi istənilə bilməz. Bəzən insanları, ya Rasulallah. Yəni, bəzilər heç mənasına varmadan, fikir vermədən bu sözü deyirlər. Ya Rasulallah. Yəni, ya Allah sözü keçir deyə bəlkə düşünürlər ki, Allaha çağırırlar, amma həqiqətdə ya Rasulallah Allahı çağırmaq deyir. Peyğəmbər sallallahu aleyhi və səlləmi çağırmaq sayılır. Elə bil ki, ondan nəsə
bir kömək istəyir. Yəni bu da olduqca təhlükəli bir şeydir. Yəni insan köməyi evladı, ruzini, yağışın yağmasını, şəfanı, hamısını Allahdan istəməlidir. Necə ki Peyğəmbər sallallahu aleyhi və səlləm İbn Abbas radiyallahu anhuməyə tövsiyə edərək deyir ki, İnni uallimuka kəlimət, mən sənə bir neçə kəlmə öyrədəcəyəm. İhfazillah yahfazk, ihfazillah tecidhu tücahek. Allahı qoru, Allahı qarşında tapar. Allah səni qorusun, Allahı qoru, Allahı qarşında taparsan. Sonra buyurur ki, İdə səəlte fəsəlillah. İstədiyin zaman Allahdan istə. Və idə istə'inte fəstə'in billah. Və yardım istədiyin zaman yalnız Allahdan istə. Və Rasulullah kəlməsi isə yenə onu bildirir ki, yəni Peyğəmbər sallallahu aleyhi və səlləm yaranmışlar içərisində ən üstünü, ən əfsəlidir. Deməli, ən üstün insandır, amma quldur, bəndədir, ondan bir şey istənilə bilməz. Yəni Allaha aid olan vəsflər ona verilə bilməz. İnşallah bunun ardı var, yəni tədricən davam etdirərək, çünki bu mühüm məsələlərdir. Peyğəmbər sallallahu aleyhi və səlləmi tabiçilikdə təkləşdirmək, yəni bu tövhidin, yəni şəhadətin ikinci qismi sayılır. Əşhədu ənə Muhammedən Rasulullah şəhadətinin gərəkdirdiyi mənalardır. Necə ki, əşhədu ən la ilahə illallah insandan ixlası tələb edir, ibadətdə Allahı təkləşdirməni tələb edir. Və əşhədu ənə Muhammedən Rasulullah şəhadəti isə insandan Peyğəmbər sallallahu aleyhi və səlləmi tabiçilikdə təkləşdirməyi tələb edir. Yəni bunun insan mühümlüyünü anlamalıdır ki, hədis gəldiyi zaman onun qarşısına Peyğəmbər sallallahu aleyhi və səlləm sözünün qarşısına başqa bir söz